Salam əziz tələbələr, biz sizlərlə bugün CSS-də displeylər haqqında danışacağıq. Daha əvvəlki dərslərimizdə display blok haqqında danışmışdıq. İndi isə displayin inline və inline blok, bir də blok bunlar haqqında danışacağıq. İki dənə div yaradıram. Displayləri bunlar üzərindən göstərəcəm. Birinə deyim div1, digərinə isə deyirəm class. Görək div2, gələk bunları çağırıb burada müraciət edək. Nöqtə div1-mə viz təyin eləyəcəm, bir 200 piksel. Bir dənə də height təyin eləyəcəm, o da 200 piksel. Background color təyin eləyəcəm, red. Div2-ni də dizayn yerini alacaq deyə bunu təzədən yaratmam, elə özünü kopyalayıram. Bir dənə buranı 2 eləyirəm. Tamam. Burada üzərindən baxaq. Tamam, divlərim bu formada gəldi, bura düşübdür. Bunların içində istəyirsə 1 yazaq, 2 yazaq, qarışdırmayaq. Tamam, rəqəmlər içindədirsə kiçikdirlər. İstəyirəm biraz font size-lərini artırım. Gələk bura, hər birinə deyək ki, font size. Avtomatik divin özünə font size verdikdə onun içindəki elementlərə bu təsir eləyir. Məzmuna, tekstlərə təsir eləyir. Bunu da buradan kopyalayaq. Gələk bu ikinci divimizə ataq. Tamam. Rəqəmlərimiz də böyüdü. Görürük, artıq yuxarıda birinci divimiz var, aşağıda ikinci. Hətta bunlara bir mərcin verək 20 piksel. Biraz bir-birlərini aralaşsınlar. Rahat görək. Mərcin 20 piksel. Buna da verək. Tamam. İki dənə divimiz var. Demişdik ki, divlərimizin displeyi nədir? Blokdur. Buna görə də olduqları bir ekranın hamısını tuturlar. Yəni, dayandıqları sətin hamısını tuturlar viz baxımından. Ona görə də avtomatik olaraq altdakı elementimiz, yeni yaratdığımız bir div onun yanına çıxa bilmir. Biz əslində display anlayışına əvvəlki dərslərimizdə demişdik. Display inline blok demişdik biz. Inline blok verdikdə nə olurdu? İki elementimiz yan-yana çıxırdı bu formada. Hər ikisinə verib formada yanına çıxır. Bir də bundan başqa nə danışmışdıq? Float left demişdik. Float left buna da verirəm. Bunu kopyalayaq. Buradan silə gətirib float left-i burada yapışdırıram. Bu da eyni şeydir. Hər ikisinə float left vermişəm. Hər ikisi də yan-yana çıxır. Biz əslində bu yan-yana çıxmaqları başqa da görmüşdük. Yəni divlərimizdə problem var idi. Display blok idi. Amma span tagini yazınca salsa span taginin içində məlumat yazdıqda avtomatik olaraq yan-yana dayanırdı. Bəs span tagimizin dizaynı nə idi? Display nə idi daha doğrusu? Onun display inline idi. Bəs display inline nədir? Gəlin onun haqqında danışaq. Birinciyə verirəm display inline. Baxıram ki, ölçüsü kiçildi. Hətta gəlin ikinciyə də bir display inline verək. Display inline verirəm. Hər iki divim yan-yana çıxır. Tamam. Okey burası. Bəs fərq nədir? Display inline blokla, display blokla, display inline fərqi nədir? Blokla olan fərqi budur ki, elementlərim yan-yana çıxır. Display inline olan fərqi odur ki, ölçü kiçilir. Bunun səbəbi nədir? Bir elementə display inline blok verdikdə, onun vizi və heyti avtomatik olaraq içindəki məzmuna görə nəzərə alınır. Bunun içində mən 1 yazmışam. İçindəki 1-ə nəzərən özü bir ortalama heyt götürüb və viz götürüb. Burada da həmçinin 2-yə nəzərən viz götürüb və heyt götürübdür. Tamam, yəni display inline belə eləyir. Display blok isə alt-alta atır. Yəni normalda onsa blokda yazdım, yazmadı. Display blok isə belə eləyir. Bəs həm yan-yana çıxarıb, həm ölçülərini eyni saxlamaq, bu artıq display inline blokdur. Əvvəlki dərslərimizdə keçdiyimiz display inline blok. Yəni inline-la yan-yana çıxartmaq xüsusiyyətini götürür. Inline, spanda inline idi, yan-yana çıxırdı. Display blokun insansı xüsusiyyətini götürür. Ölçülərini sabit saxlamaq xüsusiyyətini götürür uşaqlar. Yəni, bu şəkildə display inline displaylərimizin əsas 3 dənəsi haqqında danışdıq. İsə keçək digər displaylərimizə. Alt-alta düşdülər. Tamam. Displayimizin başqa nəyi var? Display none var. Bu nə iş görür? Display none verdikdə birinci divim yoxa çıxdı. Heç burada yer də tutmur. Demək olar ki, mən elə bir şey HTML-də yaratmamışam. İkinci divim də çıxdı, yuxarıda dayandı. Bunu demişkən, istəyirəm ki, sizlərə visibility-ni də burada göstərək. Visibility verirəm. Yanına da yazaq hidden. Bəs bu nə iş görür? Birinci divim buradadır, amma görsənmir bayaq kimi. Amma bayaq yer tutmurdu. Yəni, ikinci gəlib burada rahat dayanmışdı, çünki bir yer tutmurdu. Burada vəziyyət nətərdir? Bir buradadır, amma görsənmir. Yəni visibility hidden bu işi görür. Bu sanki birisi nəyə oxşuyur?
Bunu belə eləyirəm, görsənir. Gəlib sanki burada deyirsiniz ki, background color transparent. Transparent şəffaf rəngdir uşaqlar. Yəni bir divə transparent verdikdə background zad görsənmir. Baxıram. Tamam, background transparent oldu, amma içindəki məzmun görsənir. Bunun üçün nə etməliyəm? Color yazıram, içindəki məzmuna təsir edir. Buna da transparent verirəm. Tamam, görsənmədi. Yəni visibility-nin gördüyü iş budur. Belə bir şey düşün ki, sanki element oradadır, sadəcə rənglərini şəffaflaşdırır və siz onu ekranda görmürsünüz. Bir də backgroundları belə eləmək haqqında danışmışkən, gəlin opacity haqqında da danışaq. Baxıram, yenə normal olaraq görsənir. Gəlirəm bura, opacity verirəm 0. Yenə buradadır, amma görsənmir. Opacity isə color və background hər ikisi eyni zamanda o sıfırlanır. Burada background-da ayrıca transparent vermişdim. Burada color-a ayrıca transparent vermişdim. Opacity isə öyle bir problem yoxdur. 0 verdikdə həm onun background-un rəngini sıfırlayır, yəni o qədər parlaqlaşdırır ki, görmürsünüz, həm də ki, color-un rəngini parlaqlaşdırır. Burada isə color-lara transparent vermişdik. Transparent elə başa düşün ki, RGB-yə rəng vermişsiniz, amma ağappaq bir rəngdir. Yəni burada görsənmir. Yəni visibility-də gördüyü iş əslində budur. O tam olaraq background-ını və color-unu transparent eləmir, amma sadəcə element orada var və element görsənmir. Tamam, bunlar haqqında da bu qədər. İndi isə gəlin ki, display flex anlayışımıza. Burada bir dənə bu divlərimizi slash atıram. Hələ ki, gəlirəm bura. Bir dənə əsas bir dənə div yaradıram. Items olsun adı. Gəlirəm bu iki dənə divimi də qaldırıb atıram bunun içinə. Gələk burada bir dənə itemsə dizayn verək. Belə ən yuxarıda dayansın. Görək. Items. Viz verirəm. 100%. Ekranımın bu baxımdan hamısını tutsun. Height verməyəcəm. Ya da gəlin verək istəyirsiniz. Height də verirəm bir 400 piksel. Background color. Black. Tamam. Baxaq bir dənə ekranda. Belə bir dənə divimiz var. Gəlirəm bu ikisini slashdən çıxarıram. Tamam. Elementlərim də ki, lap buradan height'i silək. Tamam, elementlərin də ki, bunların içində, yəni bu qara divimin içində oturdu. Display flex nə yaşıyor? Onlar haqqında danışaq. Display flex, display inline-dan, blokdan və inline blokdan fərqli olaraq yan-yana qoymaq istədiyiniz elementlərə yox, onu içində saxlayan divə və elementə verilir, təqə verilir, belə deyək. Burada hamısının içində saxlayan nədir? Bu qara divimdir. Gəlirəm, mən burada qara divə deyirəm ki, display flex. Və içindəki 2 dənə element, 2 dənə divim yan-yana düzüldü ekranda. Hətta gəlin istəyirsə burada divləri biraz artıraq. Bunu eləyək 3. Bunu da eləyək 4. Tamam, yan-yana düzüldülər. Display Flex-də sizə bir şey göstərmək istəyirəm. Onun haqqında danışmaq istəyirəm. Gəlirəm buradan, ekranımı sıxışdırıram. Yəni ki, başqa bir telefon versiyasına keçirəm. Gördüyünüz kimi, əgər bəzən vizlərimiz çox olanda burada bizdə aşağıda belə bir problem yaranırdı. Scroll yaranır uşaqlar. Yəni saytın sağında qalırdı bizim ölçülərimiz. Amma display flexlər olmur. Ölçülər sıxılır bir-birinə və aşağıda da bir scroll yaranmır. Yəni, display flex pro oynayır. Bunu demişkən, gələ indi isə flex wrap haqqında danışaq. Görə o nə iş görür. Yazıram. Flex wrap. Flex wrap nə deməkdir? Əgər bir elementin ölçüsü divin içərisinə çatmadıqda avtomatik qırılsın və aşağı düşsün deməkdir. Gəlirəm, 4-cü artıq bu nöqtədə təxmini olaraq sıxışmır. Mərcində var 20, yəni bu məsafəli, sizi çaşdırmasın. Qırıldı, aşağı düşdü. Gəlirəm, 3-cü sıxışmır, qırıldı, aşağı düşdü. Artıq bunları çıxdıqda, onsa telefon ekranı bunlar artıq qısalmır deyə bunları artıq qısaldamıram mən browserin pəncərəsini. Yəni, flex wrap məsafə çatmadıqda qırılıb aşağı düşmək deməkdir. Siz bunu responsiv şəkildə yığdıqda daha çox istifadə edirsiniz flex wrap-dan. Bu default olaraq no wrap gəlir. Flex wrap, no wrap, yəni yazmadıqda belədir. Bu nədir? O bayaqki vəziyyətdir. Yəni belə qısaldıram, qırılıb aşağı düşmür, amma mən aşağıda problem də yaratmır. Scroll da yaratmır. Amma belə ölçüləri qısalıb bir-birinin içinə keçirlər. Tamam, display flexdən də danışmışkən, bu flex wrap-ı yığışdıraq. Bir dənə mərcinlərimizi silək vəbşə buradan. Nə oldu? Elementlərimiz hamısı arasında məsafə olmadan gəldilər belə iç-içə keçdilər. Hətta artıq gəlin istəyirsə bu elementimizi birini silək.
Tamam, belə içə keçdilər. Just5 anlayışı haqqında danışmaq istəyirəm uşaqlar burada sizdən. Yazaq. Just5 content haqqında danışaq. Bunun centerdən başlayaq. Just5 Content Center nə edir? Display Flex verdiyiniz bir elementə verdikdə onun içindəki elementləri belə mərkəzdən yan-yana sıxır hamısını, belə düzləndirir. Bunun başqa nəyi var? Just5 Content Flex Start var. Default olaraq eyni işi görür. Yazmadıqlara soldan belə elementləri sol tərəfə yığır hamısını. Bunun endi var. Flex End. Elementləri sağ tərəfə yığır hamısını. İnsə gəldik ən çox istifadə olunanlara. Space Around. Bu nə iş görür? Bu, həm elementlərə öz aralarında, həm də hamısını içində saxlayan divin qıraqlarından buna məsafə verir. Həm öz aralarında məsafə götürüblər, həm də qıraqlardan məsafə götürüblər. Bu da ən çox istifadə edəcəyiniz kodlardan biridir. Just5 Content. Space Between olmadan bunu işlətməyiniz onsuz da alınmayacaq. Yəni, Space Between eləməyə bağışlayın. Display Flex olmadan yəni bunu işlədə bilməyəsiniz. Bir də var Space Between. Bu nə iş görür? Qıraqlardan məsafələri nəzərə almır. Sadəcə elementlərə öz aralarında məsafə verir. Gördüyünüz kimi, bayaq burada qara yerlərimiz qalmışdı. Elementin öz qıraqlarında məsafələr yox idi. Var idi daha doğrusu. İndi isə o məsafələr nəzərə alınmır burada. Tamam. Just5 Content haqqında da bu qədər. İndi isə danışaq Flex Direction-dan danışaq. Flex Direction. Görək bu nə iş görür? Bir bunun kolmu var. Elementləri belə alt-alta sıralayır. Yəni default vəziyyətinə qaytarır. Sanki Display Flex verməmişəm. Row var. Row isə belə hazırki, indiki yaranmış vəziyyətdir. Gəlirəm bura. Başqa nədən danışaq? Row Reverse var. Elementləri sağdan düzür. Bu heç. Bunu bayaq hara danışmışdıq. Just5 Content Flex End'də danışmışdıq. Amma orada 1, 2, 3 düzürdü. Burada isə tərsinə çevir elementləri. Həm sağdan düzür, həm də yerlərini dəyişir. 3, 2, 1 düzür. Əslində siz bundan istifadə edə bilərsiniz. Bəzən responsive versiyalarda olur. Saytlarda məsəl üçün yerləri 1, 2-dir. Telefon rejimində isə 2, 1 olaraq olur. Yəni bu zaman siz Flex Direction istifadə edirsiniz. Tamam, bunun haqqında danışdıq. Bir də burada var Column Reverse. Column Reverse haqqında da danışaq. Column Reverse isə bayaq 1, 2, 3 üz aşağı düzülürdülər. İndi isə tərsinə 3, 2, 1, yəni bu qiymətlərlə üz aşağı düzülürlər. Tamam, bu haqqda bu qədər. Bir də danışaq Flex Wrap'da deməyi unutduğum bir yer qalmışdı. Reverse deliyi oradan yadıma düşdü. Flex Wrap Reverse. Normalda nə idi? Flex Wrap idi. Gələk hətta siz buna bir dənə Just5 də verək, ara məsafələri olsun. Just5 nə verək? Between verək elə. Tamam, bu formada. Keçirəm bu rejimə. Qısalanda 3 aşağı düşməli idi. Amma 3 yuxarıda qaldı və 1 və 2 aşağı düşür. Hətta siz gəlin bunu yaxşı görməniz üçün mən buradan bunu yığışdırım. Bura bir dənə div əlavə eləyək. Adını da deyək 4. Və gəlin mən bunlara Just5-siz özüm mərcim verim. Mərcim 20 piksel. Kopyalayıram. Tamam. Bayaq nə olurdu ölçü çatmayanda? Deməli 1, 2, 3 qalırdı, 4 qırılıb aşağı düşürdü. Həmişə ən axırıncı. Hansında problem idisə aşağı düşürdü. Flex Wrap Wrap'daydı bu. İndi isə nə vermişik? Flex Wrap Reverse vermişik. Burada gedən proses tərsinə baş verir. 4-ün ölçüsü çatmadıqda o yuxarıda qalır bu elementim. Digərləri qırılıb aşağı düşür. Diqqətlə baxsaz, gəlirəm. Yuxarıda qaldı, o birisi qırılıb aşağı düşür. 3-ə çatıram. 3 də çıxdı yuxarıda qaldı. Amma digər 2 element aşağı düşür. Yəni bu işi tərsinə görür. Flex Wrap Reverse. Sizin istifadə edəcəyiniz ən əsas displeylərdən biri Display Flex, bir də Display Inline blokdur. Yəni float left bəlkə də sizə bəzi zamanlarda bir çox problem yaradar deyə Display Flex-dən işləməyiniz, daha çox işləməyiniz yəni daha düzgündür. Yəni Display Flex verirsiniz, ara məsafələrində yəni buradan Just5 Content-lə tənzimləyə bilirsiniz, Space Between verərək. Amma float left-də yəni bunlar arasında məsələn vermək, belə avtomatik vermək demək çətindir. Flex Wrap-ı da var.
yəni telefon rejiminə keçdikdə və yaxud da ölçüsü çatmadıqda avtomatik belə də eləyə bilərsiniz. Hətta məsələn bunun içində mənim bir yox, çoxlu divlərim olsaydı, bura sığışmadıqda qırılıb altdan düzüləcəkdi. Bunların birinin burada olma səbəbi isə mənim burada verdiyim space between-dir. Bunu around eləsək, bir dəfə qıraqlardan məsafə götürür. Orada say-söhbət düzgün gəlmir, ona görədir. Bir indi baxaq. Tamam, bir dənəsi çatmır. Yuxarı sətirdə burada az deyə. Tamam. Bir sətirə 5 dənə sığışır. Mən isə bura 5 dənədən artıq bir 10 dənə də əlavə elədim. Avtomatik olaraq onların vizi bura çatmadı deyə qırılıb aşağı düşdülər. Flex wrap olmasa nə tər olar desəz, bu formada. Yəni iç-içə yığılacaqlar. Amma aşağılara keçib scrollum yaramayacaqdır. Bunun haqqında danışmışkən istəyirəm bir dənə align items haqqında da danışaq. O nədir? Onu da bilin. Tamam, display flex verək. Justify buradan da ki, neçə dənə yaratmışdıq? Silək və çoxdular. Tamam, 4 dənə bəsdir, hətta 3 dənə də bəsdir. Gələk bura. Display flex'im var. Justify space. Hətta gəlin bunu center eləyək. Tamam, bu formada. Gəlirəm indi bura. Align item verirəm. Center verirəm. Və bu divimə bir height də verirəm. Onu da görək. Bir height verim. 400 piksel. Tamam. Divim bir özünə bir heightlik qazanır və mənim buradakı elementlərim o divin hündürlük baxımından tən ortasına gəlir. Yəni mən bu en baxımından, yəni bu istiqamətdən ortaya nə ilə gətirmişdim? Justify contentlə. Hündürlük baxımından isə bir elementi ortaya gətirmək istəsəz, align item center vasitəsilə gətirərsiniz. Bu sizə ən çox align item center nav hissələrini yığarkən lazım olacaq. Məsəl üçün, solda bir HTML və sağda menyunuz var. Bəzən ola bilər ki, menyunuz biraz aşağı düşdü. Həmin nava align item center verirsiniz və avtomatik olaraq içindəki elementlərin hündürlüyü, yuxarıdan aşağıdan olan məsafələri bu formada tənzimlənir. Tamam, bugünkü dərsimizdə bu qədər uşaqlar. Displeyləri öyrəndik sizlərlə. Yedirəm, ən əsas istifadə edəcəyiniz displaylərdən biri display flexdir. Display flex verdikdən sonra justify content verməyiniz daha yaxşıdır. Yəni məsafələri bu ilə tənzimləyin. Align itemsdakı məqsədə uyğun olaraq harda istəsəz təkrarlayıb istifadə edə bilərsiniz. Bugünkü dərsimizdə bu qədər uşaqlar.